Deməli, mövzumuz Hindistan 19-20-ci əsrlərdə. Şöyle qısa, rahat mövzulardır bunlar. Hindistan, Çin 19-20-ci əsrlərdə. Deməli, biz bilirik ki, Hindistan İngiltərənin müstəmləkəsi idi və onun işğalına başlamışdı. 19-cu əsrdə hətta belə bir şey demişdik. 107 illik müharibəni xatırlayırsınız yəqin ki, 1756-63-cü ildə ABŞ mövzusunda demişdik. Həmin mövzuda demişdik ki, müharibə nəticəsində 7 illik müharibədə İngiltərə Hindistanı, daha doğrusu İngiltərə Fransanı məğlub eləmişdi. Kanadanı və Benqaliyanı ələ keçirmişdi. Bu hadisə ilə də Hindistanda üstünlüyünü ələ keçirmişdi İngiltərə. Və Hindistan işğalını davam etdirir. Hindistan işğalını davam etdirəcək ta nə vaxta qədər? 1856-cı ilə qədər. 1856-cı ilə qədər İngiltərə Hindistanın işğalını davam etdirəcək və Ağ Knyazların tutulması ilə işğalını başa çatdıracaq. Həmin dövr ərzində də Hindistanda olan dövlətlər Maratha dövləti idi və Pəncəb ərazisini ələ keçirmişdi, tabe etmişdi. Beləliklə Hindistan işğalı Ağ Knyazların tutulması tamamilə başa çatdırıldı. Bu vaxta qədər demişdik ki, İngiltərə Hindistan işğalını Ost-Hind şirkəti vasitəsilə nə edirdi? Ələ keçirməyə çalışırdı. Ost-Hind şirkəti burada adı qeyd edilmişdi. Burada racələr kimlərdir? Racələr Hind feodalları idi. Bir də sipahilər deyəcəyik sizə. Sipahi. İfadəni deyim, sonra aşağıda haqqında danışacağıq. Sipahilər Hind əskəri. Yəni Hindlilərdən yığılmış ordu idi bunlar, sipahilər. Bu da Ost-Hind şirkəti vasitəsilə Hindistanın işğalını həyata keçirilirdi və bütün idarəçilik ona məxsus idi. Amma onların yeritdiyi siyasət xalqın narazılığına səbəb olurdu. Nəticədə 13-33-cü illərdə Böyük Britaniya hökumətinin verdiyi yeni bir qərarda Ost-Hind şirkətinin inhisarçılıq hüququnu əlindən almışdı. İnhisarçılıq nə idi şagirdlər? İnhisarçılıq yeni bir ifadə qarşımıza çıxır. İnhisar tək əlçilik deməkdir. Yəni, hər hansı bir sahənin bir şəxsə və yaxud da bir qrup şəxsə, bir şirkətə aid olması idi. Buna deyirlər inhisarçılıq. Yəni, bu vaxta qədər Hindistanla bütün ticarət əlaqələri, orada görülən tədbirlər hamısı kimin adı ilə bağlı idi? Ost-Hind şirkətinin adı ilə bağlı idi və onun əlində idi. Amma artıq 19-cu əsrin ortalarında İngiltərə həmin hüququ ləğv eləmişdi. Bu isə başqa sahibkarların, başqa iş adamlarının, başqa şəxslərin də Hindistanla ticarət etməsinə şərait yaratmış oldu. Sipahi üsyanı 1757-59-cu illərdə sipahilər üsyanına başlayırıq. Sipahilər dediyimiz kimi Hindlilərdən yığılmış əskərlər idi. 1857-ci ildə müstəmləkə rejiminə və zorakı xristianlığa qarşı üsyan başladı. Təkrarlayırıq. İngiltərənin Hindistanda həyata keçirdiyi müstəmləkə rejimi və xristianlığa qarşı üsyan başladı. Üsyanı başlayanlar əskərlər idi, sipahilər idi. Amma üsyan üçün bir bəhanə olmuşdu əllərində. Bəhanə var idi. Həmin bəhanələr nədir? Deməli, yeni patronlardan istifadə. Əskərlərin yeni patronlardan istifadə edilməsi üsyanın başlaması üçün bəhanə olmuşdur. Şagirdlər, nə deməkdir? Mənası nədir? Bunu izah edeyim sizə qısa olaraq. Yeni patronlar nədir? Patronlar kiçik belə dəri qablarda olur, güllələr o formada patron qablar olur da görmüsünüz. Və ondan istifadə etmək üçün həmin dərini, yəni patronun qabını, gülləni qabını ağzınla, dişinlə cırırsan, sonra o gülləni silahın yuvasına yerləşdirib istifadə edirsən. Onu isə həmin dərini, yəni o qabı inək yağı və donuz piyi ilə yağlayırlar. Axı Hindistanda bilirsiniz, həm müsəlmanlar yaşayır, həm də buddistlər yaşayır, Hindlər. Hind təbəqəsi onlar üçün inək müqəddəsdir. Müsəlmanlar üçün isə donuz yağı haramdır, donuz ümumiyyətlə haram. Və bu şəkildə eləməklə
İngilislər hindlilərin dini heysiyyətinə toxunmağa çalışdılar. Yəni onların dini inanclarına toxunmağa, sanki onların lağ edirmişcəsinə yanaşdılar bu hadisələrə. Bu isə üsyana başlamaq üçün bir bəhanə oldu. Onsuz da əvvəldən dolmuşdular, üsyan etmək istəyirlər. Ona başlamaq üçün bəhanə lazım idi. Bu da əllərinə fürsət düşdü. Üsyançılar Dehliyə daxil oldular. Onlar Moğol dövlətinin sonuncu hökmdarı Bahadır Şahı hökmdar elan etdilər. Bahadır Şah böyük Moğol dövləti. Amma İngiltərə hökuməti üsyançılar arasında birliyin olmamasından istifadə etdilər və üsyana son qoydular. 1859-cu il sipahi üsyanı yatırıldı. Üsyanın yatırılması ilə də Moğol dövlətinə rəsmən son qoyuldu. Sipahi üsyanı yatırılması ilə Böyük Moğol dövlətinə son qoyulmuş oldu. Üsyan məğlub olan səbəbləri nə idi? Rəhbərliyin və vahid komandanlığın olmaması idi. Üsyançılar arasında maraq müxtəlifliyi, yəni hərəsinin öz marağı və daim birliyin olması idi. Üsyandan sonra İngiltərə Hindistanın idarə edilməsi ilə bağlı müəyyən dəyişikliklər etdi. Yeni dəyişikliklər əsasən Ostin şirkəti ləğv olundu. Hindistan işləri ilə bağlı nazir vəzifəsi təsis olundu, hazırlandı. Hindistan idarəsi general qubernatordan vitse-krala keçdi. Bunlar soruşulur. Hindistanla bağlı, bununla bağlı ən çox məsələ sipahi üsyanıdır və bir də idarə etməsi. Üsyandan sonra baş verən dəyişikliklər. Britaniya Hindistanı adlı müstəmləkə yaradıldı. Britaniya Hindistanı adlandırıldı və idarəçilik keçdi İngilis taxtına. Metropoliya dedik şahidlər. Metropoliya nə deməkdir? Müstəmləkələri olan ölkə deməkdir. Müstəmləkələri olan ölkə. Qısa olaraq belə yadda saxlayırsınız. 1876-cı ildə Kraliçə Viktoriya özünü Hindistan İmperatriçası adlandırdı. İqtisadi vəziyyət. Hindistan iqtisadi vəziyyət. Hindistan İngiltərənin əsas müstəmləkəsi sayılırdı. Ən zəngin sərvətə, belə deyim, malik olan müstəmləkəsi idi. Onu heç bir şəkildə əldən verməyə çalışmırdı və ona görə də onun iqtisadiyyatını özünə uyğun formada inkişaf etdirməyə çalışırdı. Daha çox gəlir əldə etmək, daha yaxşı istismar etmək baxımından Hindistan da 19-cu əsrdə müəyyən qədər inkişaf etdirməyə çalışırdı. Xüsusən də üsyandan sonraki vəziyyətdə, vaxtlarda. Hətta bu zaman baxırıq 1884-cü ildə yerli kapitalistlərə məxsus olan ilk toxuculuq fabriki yaranmışdı. Hansı şəhərdə? Bombeydə. Toxuculuq və emal edici müəssisələrin inkişafına, daha sonra isə metallurgiya sahələrinin inkişafına maraq yaratmışdı. 1885 Hindistan Milli Konqresi nə deməkdir? Hindistan Milli Konqresi. Hindistanda ziyalılar təbəqəsi, necə ki Osmanlılar yeni Osmanlı təbəqəsi demişdik Osmanlı mövzusunda. Burada da eyni formada ziyalılar Hindistan Milli Konqresi adlı təşkilat qurdular. Yəni bir növ parlament funksiyası yerinə yetirən bir orqan idi. Hindistan Milli Konqresi. İngiltərənin razılığı yaradılmışdı və bu təşkilatda, bu konqresdə iki qrup iştirak edirdi. İki qrup. Bir, Hintli, iki, müsəlman qrupları. Hintli və müsəlman qrupları, fraksiyası iştirak edirdi. Amma bunlar da bilirsiniz, dini inancları fərqlidir. Buna görə də İngiltərə prinsipindən istifadə edirdi. Bu iki qrupu bir-birinə düşmən etməklə, aralarını vurmaqla nə edirdi? Onların birləşməsinə, İngiltərəyə qarşı birləşməsinə mane olmağa çalışırdı. Parçalı hökmranlıq siyasəti buradan gəlir ortaya. 20-ci əsrin əvvəllərində Hindistanda narazılığın səbəbləri nə idi? Müstəmləkə rejimi, yəni müstəmləkə zömrü və İngilis məmurlarının öz başınalığı. Və bu zaman Hindistan əhalisinin İngiltərəyə qarşı əsas mübarizə apardığı vasitə nə idi? Kütləvi olaraq boykot üsulundan istifadə edirdilər. Biz boykot üsulunu daha əvvəlki dərsimizdə öyrənmişdik, xatırlayırsınızsa. ABŞ mövzusunda demişdik.
ABŞ mallarının boykot olunması Amerikada yaşayan koloniyalar tərəfindən. Bu Hindistan mövzusu gördüyümüz kimi qısa bir mövzudur. Əsas vacib olan yerləri göstərdik. Çin Çinlə bağlı məsələmizə şagirdlər gəldikdə baxaq görək nədir. İngiltərə Austin şirkəti vasitəsilə Çinlə də ticarət eləyirdi. Amma indi Çini işğal etməyə çalışırdı. Bu zaman İngilislərin istifadə etdiyi əsas vasitələrin biri nə idi? Tiryək ticarəti. Tiryək bildiyimiz narkotik vasitə, nə işə? Dediyimiz həmin məhsuldur. İngiltərə Hindistanda əkib becərirdi tiryəki və onun satışını buradan həyata keçirirdi. Ən çox gəlir gətirən sahələrindən biri idi və daha çox istifadə etdiyi ərazi, satdığı ərazi Çindir. Çin hökuməti buna görə də buna narazı olur. Narazı qaldı və 18-ci əsrdə belə bir məsələ olmuşdu. 18-ci əsrdə. Çin qapalı ölkəyə çevrilmişdi. Qapalı ölkə. Nə deməkdir qapalı ölkə? Yəni, Çini Avropa dövlətləri, ümumiyyətlə bütün dövlətlərə Çin hökuməti öz limanlarını bağlamışdı. Sadəcə bir dənə Kanton limanı vardı. Kanton şəhəri. Kanton limanı. Avropa tacirləri sadəcə bu limana gəlirdilər, oradan Çinlə ticarət edə bilirdilər. Çinin başqa heç bir şəhərlərinə, kəndlərə, qəsəbələrə keçə bilmirdilər. İcazəsi yox idi. Sadəcə o limanda gəlib ticarət edib çıxıb gedirdilər. Buna deyirlər qapalı ölkə olmaq. Bu da məsələ nə idi? Çünki o dövrdə 18-ci əsrdə Avropalılar Çində xristianlığı yaymağa çalışırlar. Buna deyirlər missionerlik fəaliyyəti. Və öz mövqelərini möhkəmləməyə çalışırlar. Buna görə də Çində hakimiyyətdə olan Mancur sülaləsi buna imkan vermədi, ölkəni qapalı ölkəyə çevirmişdi. İndi isə İngiltərə bu qapalılığı aradan qaldırmaq və daha çox ticarət etmək, daha çox gəlir əldə etməyə çalışırdı. Bunun üçün də neydən istifadə edirdi? Tiryəkdən istifadə edirdi. Amma İngiltərənin Çində tiryək ticarətini genişləndirməsi onların Çinlilərin narazılığına səbəb oldu və İngilis tacirlərinə qarşı tədbir görəcəklər. Burada Mancurlardan söhbət elədiksə, Mancurlar kimlərdir? Mancur Çin sülaləsi. 1644-dən 1912-yə qədər Çində hakimiyyətdə olmuş sülalədir. Bunlar Çinli sülalə deyil, kənardan gəlmişdilər. Çünki 17-ci əsrdə, 1600-cü illərdə 2644 Çində kəndli üsyanı baş vermişdi. Həmin üsyanın gedişatında yerli feodallar kənardan başqa tayfa olan Mancurları ölkəyə dəvət etdilər ki, gəlin bizə köməkli üsyan yatırdıq. Mancurlar da gəldilər, üsyan yatırdılar, bundan istifadə edib elə Çində də hakimiyyəti ələ keçirib qaldılar orada. 1644-dən 1912-yə qədər hakimiyyətdə qalmışdılar. Çin imperatoru 1800-cü ildə qərar verdi. Nəyə qərar verdi? Ölkədə tiryək ticarətini qadağan elədi. Bundan sonra İngilislər baxdılar ki, açıq şəkildə ticarət edə bilmirlər, qaçaqmalçılıq yolundan istifadə etdilər. Hindistanda əkib becərirdilər, oradan da qaçaq yolu ilə gətirirlər Çində bu məhsulların satışını həyata keçirirdilər. Buna cavab olaraq Çin hökuməti İngilis ticarət məskənlərini hansı limanda? Kanton limanda olan İngilis ticarət məskənlərinə gəldi. Onların İngilislərin burada satdığı tiryəki müsadirə elədi. Əllərindən aldı tiryəki. Və bu isə nəyə səbəb oldu? İngiltərənin Çinlə müharibəsi səbəb oldu. Buna görə də tiryəklə başladığı üçün müharibə adlanır tiryək müharibəsi. Birinci 1840-42-ci illərə əhatə eləyirdi. Birinci tiryək müharibəsi. Səbəbi İngilislərin Çində tiryək alverini, tiryək ticarətini genişləndirmək istəyib. Düşünə bilirsinizmi? Hal-hazırda dünyada mədəniyyət dərsi keçən, biz belə inkişaf etmişik və s. və axır deyən dövlət və ya xalqlar nə ediblər vaxtilə? Zəif olan dövlətləri, xalqları bu formada əziblər, əzməyə çalışıblar. Onlardan kütləvi şəkildə istismar etməyə çalışıblar, gəlir əldə etməyə çalışıblar onlardan. Özə nəyə vasitəsilə? Tiryək vasitəsilə, nəşə vasitəsilə.
Deməli şahidlər, müharibənin gedişatında sayı çox olmasına baxmayaraq Çinlilər məğlub oldular. Çünki ingilislər daha nizami və daha e, təchizatlı orduya malik idilər. 1842-ci ildə Çin ordusu məğlub oldu. Nankin sülh müqaviləsi imzalandı. Sülhün şərtləri İngiltərə, Çin İngiltərəyə təzminat ödədi. İngiltərə Çinin 5 limanında ticarət etmək üstünlüğü aldı, imkanı almış oldu və onlara İngilis vətəndaşlarına eksterritoriallıq hüququ verildi. Toxunulmazlıq. Nə deməkdir bu şahidlər? Yəni, istənilən bir İngilis vətəndaşı Çində hər hansı bir hadisə eləsə, cinayət törətsə və ya onların qaydalarını pozsa, Çin hökuməti həmin şəxsi həbs etmək və onu mühakimə etmək, məhkəməyə çıxarmaq iqtidarına malik deyil. Yəni, o İngilis vətəndaşı Çində istədiyini edə bilər. Toxunulmazlıq hüququna malik idi. Hong Kong şəhəri isə əlavə olaraq verildi kimi İngilislərin mülkiyyətinə keçmiş oldu. Daha sonra eyni şərtli müqavilələrini başqa dövlətlər də almışdılar. Rusiyadır, ABŞ-dır, Fransa və digər dövlətlər də aldılar. Bu hadisə ilə 1842-ci il Nankin müqaviləsi ilə Çinin İngiltərədən, ümumiyyətlə Avropa dövlətlərinin asılı hala düşməyin başlanğıcı qoyuldu. Yəni Çin yarım müstəmləkəyə çevrildi. İkinci Tiryək müharibəsi. 1856-60. İngilis və Fransa Mancurlardan tələb elədilər ki, Çin idarədən sual edir. Tələb elədilər ki, əvvəlki müqavilənin şərtlərinə yenidən baxsınlar. Yəni Nankin müqaviləsi şərtlərinə yenidən baxsınlar. Həmçinin yeni hüquqlar, güzəştlər istədilər. Müqavilə şərtlərə yenidən baxılmasını tələb edir, amma Çin hökuməti bundan icazə vermədi, razı olmadı. Həmçinin dedilər ki, Çinin çaylarında, Yansi və Xuanxe çaylarında İngilis gəmilərinin sərbəst şəkildə hərəkətinə icazə versinlər. Çin hökuməti bundan imtina edirdi, razı olmadı. Belə olduqda İngilis fransızlar ikisi bərabər birləşərək nə etdilər? İkinci dəfə Çinə hücum elədilər. Bu adlanır tarixdə 2-ci Tiryək müharibəsi 56-60-cı illərdə. Tiryək müharibəsinin gedişatında bu müharibədə ABŞ da İngiltərənin tərəfini tuturdu və onun apardığı müharibəni ədalətli müharibə adlandırırdı. Yəni özünüz görə bilirsiniz ki, artıq həqiqətən bu ədalətli deyil. Başqasının torpağını mülklərini keçirmək üçün aparılan bir müharibədir. Və aparılan döyüşdə də İngiltərə və Fransa qalib gəldilər. 1860-cı ildə Pekin müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə baxırıq. Çin, Fransa və İngiltərəyə təzminat ödədi. Amma birinci Tiryək müharibəsində Nankin müqaviləsi sadəcə İngiltərə ödəmişdi həmin təzminatı. İkinci şərtimiz Çinin çaylarında İngilislərin və Fransalı sərbəst hərəkət etməsinə icazə verildi. Və üçüncü ən ağır şərt isə Tiryəkin açıq şəkildə satışına icazə verilmişdi. Tiryək müharibəsi. Amma burada dediyimiz bu məsələ var idi. Çin çaylarında sərbəst üzmək hüququ. Bu şərti həyata keçirə bilmədilər. Səbəb çünki həmin dövrdə Çinin bəzi hissələri, saydığımız bu ərazilər Taypinlər hərəkatının, Taypinlər üsyanının nəzarətində idi. Taypinlər kimlərdir? İndi baxaq Taypinlər hərəkatına. Çində 1850-64-cü illərdə baş vermiş bir hərəkatdır. Taypinlər üsyanı 1-ci və 2-ci müharibənin arasında. Taypinlər, onlar özlərinə yeni bir dövlət qurdular. Ümumi Səmavi Rifah dövləti adlandırılan bir dövlət qurmağa çalışırdılar. Onların əsas ideyası nə idi? Bərabərlik uğrunda mübarizə istəyirlər. İstəyirlər ki, hər kəs bərabər olsun ölkədə. Bu formada mübarizə aparırlar. Nankin şəhərini tutdular, özlərinə paytaxt elədilər. Onların keçirdiyi islahatlara əsasən vergiləri azaltdılar. Qadınlara kişilərlə bərabər hüquq verdilər. Kimlər? Taypinlər hərəkatı. Çin hökuməti Mancurlar tək başına bu üsyanı yatıra bilmədilər. İngiltərə, Fransa, ABŞ bu üsyanı yatırtmaqda Mancurlara kömək etdilər. Nəyə görə? Çünki bunun qarşılığında
yeni iqtisadi güzəşt əldə edəcəklər Mancurlardan. Bir bu, bir də İngiltərə marağı nə idi? Burada çaylarda sərbəst üzmək hüququ almışdı Çindən, amma onu həyata keçirə bilmirdi. Niyə? Çünki həmin bu ərazinin bir hissəsi Tayfinlər nəzarətində idi və nəticədə saydığımız dövlətlər 1864-cü il Tayfin üsyanı yatırılmasında Çinə kömək elədilər və gəldilər. Nəticəsində 64-cü ildə Tayfinlər hərəkatı yatırıldı, onların paytaxtı ələ keçirildi və Tayfin dövləti süqut etmiş oldu. Üsyan yatırılmasına baxmayaraq nəticələr oldu şagirdlər. 1864-cü ildə Tayfinlər hərəkatı yatırıldı. Nəticələri ölkədə Çində kapitalist münasibətlərinin inkişafına köməklik eləmişdi. Amma feodal qaydalarını ləğv edə bilmədi. Baxaq, 1858-ci ildə Rusiya və Çin arasında Ayğun müqaviləsini görsədir. Buna görə Amur çayının bir hissəsi, bir sol sahili keçir Rusiyanın ixtiyarına. 19-cu ikinci yarısında Fransa və Yaponiya ilə də Çin müharibə aparmışdı və qeyri-bərabər şərtli müqavilələr imzalamışdı. Bu hadisə Çinin həm mövqeyini zəiflədir, həm də gücünü azaltır. İqtisadi gücünü zəiflətmiş olurdu. Yaponiya ilə apardığı müharibəni siz bunu Yapon müharibəsində deyəcək. Vyetnam, Koreya və Tayvan üzərində nəzarətini itirdi və Koreya keçir kimin ixtiyarına? Yaponların nəzarətinə keçdi. Çin-Yapon müharibəsində bu məsələyə dəyəcək ayrıca olaraq. Birinci Çin inqilabı 1911-13-cü illər. Baxırıq. Aparılan müharibələrdə Çinin məğlub olması, sonra onun yarım müstəmləkəyə çevrilməsi, hərbi məğlubiyyətləri, imperiyanın mövqeyinin zəifləməsi dünya miqyasında, bütün bunlar hamısı Çin dövlətini narahat edirdi. Həmçinin demokratik qüvvəyə, ölkədə olan milli qüvvələri narahat edirdi. Buna əsasən 1905-ci ildə Sun Yat-senin rəhbərliyi altında Birləşmiş İttifaq adlı təşkilat yarandı. Bunlar oxşurdu nəyə? Osmanlıda yeni Osmanlılar, Gənc Türklər hərəkatı və bu kimi hadisələr. Burada da Birləşmiş İttifaq adlı təşkilat yaranmış oldu. Bunlar demokratik ziyalılar idi, Avropa təhsili görmüşdülər, oxumuşdular, ziyalılardır və istəyirlər ki, ölkədə yeniliklər etsinlər. Əsas tələblər də Mancur hakimiyyətinə son qoymaq idi. Sun Yat-senin rəhbərliyi altında təşkilat yarandı. İndi onların fəaliyyətinə baxırıq. Sun Yat-senin əsas məqsədi millətçilik, demokratizm və xalq difahı, yəni ölkənin inkişafı. 11-13-cü illər inqilabın nəticəsi, şahidlər, müsbət nəticələr var. Baxırıq. Çində monarxiya devrildi. Yəni, Mancurlar ölkədən qovuldu. Mancur sülalası devrildi və onlar ölkədən qovuldu. Müvəqqəti konstitusiya qəbul olundu. Osmanlılardakı 1876-cı il konstitusiyanın qəbulu ilə oxşar cəhət deyə bilərik. Yəni, yeni Osmanlıların fəaliyyətin nəticəsində konstitusiya qəbul olundu və yaxud da gənc türklərin fəaliyyətin nəticəsində konstitusiya yenidən bərpa edildi orada. Orada bərpa olunmuş, burada qəbul olundu dedik. Çin respublika elan olundu. Axı monarxiya devrildi burada. Mancurlar göndərildi, ölkə respublika elan olmuş oldu. Və prezident idarə üsulu yaradılmış oldu. Sun Yat-sen isə Çində birinci prezident seçilmişdi. Aydın oldu mu? Çin və Hindistan. Məncə bu qədər kifayət eləyər.